Əgər bir uşağın varikoseli varsa, sonsuzluğun səbəbi, ən sıx səbəbi bilinməyən səbəbdir. Amma əgər xayanın ölçüsü, boyu, həcmi normadadirsa, müqayisə etmək, qarşılaşdırmaq və müalicəsini ortaq məxrəcə gətirmək doğru deyildir. Xoş gördük, hörmətli YouTube kanalı izləyicilərimiz. YouTube kanalında uşaq urologiyası ilə bağlı maarifləndirici videolarımıza davam edirik. Məlumatları qeyd etmək istəyirəm, vurğulamaq istərdim ki, suallar əsasında verirəm və hal-hazırda mən sizə varikosel problemi haqqında danışacağım. Yəni, oğlan uşaqlarınızda ola biləcək xaya problemindən danışacağım, xaya venalarının genişlənmə problemindən danışacağım. Başdan deyim ki, uşaqlardakı varikosel ilə böyük insanlardakı kişi cinsində olan varikoseli müqayisə etmək, qarşılaşdırmaq və müalicəsini ortaq məxrəcə gətirmək doğru deyildir. Çünki böyük insanlarda bilirik ki, sonsuzluq araşdırıldığı zaman ən sıx ortaya çıxan problem varikoseldir. Sonsuzluğun səbəbi, ən sıx səbəbi bilinməyən səbəbdir. Amma ortaya çıxan səbəblər içərisində ən sıx səbəb varikoseldir. Və bəzi sperm hüceyrə sayına baxılaraq böyük urologiyasına məşğul olan həkimlər bunu əməliyyat edirlər və ya müalicə edirlər. Uşaqlarda isə vəziyyət fərqlidir. Yeniyetmə dövründə xüsusilə adolesan varikosel dediyimiz 11-15 yaş arasında daha çox görürük və bu zaman xüsusilə sol tərəfdə xaya venasının birbaşa olaraq aşağı boş venaya yox, böyrək venasına açılması bunun bir səbəbidir. Sol tərəfdə 90-95% hallarda görürük. Oğlan uşaqlarında varikosel görürüksə əməliyyat etməliyikmi? Burada bir incə nüans var. Tibbi olaraq sadəcə bir qızıl qayda var. Yəni, əgər bir uşağın varikoseli varsa və xaya həcmində 10-15% üzərində qarşı xaya ilə müqayisədə azalma varsa, bu tibbi olaraq cərrahiyyə üçün göstərişdir. Bunun üzərində hər hansı bir ağrı olsun, varikoselin dərəcəsinin yüksək olması, bunlar relativ, yəni konkret olaraq bir %100 tibbi göstəriş deyil əməliyyat üçün. Əsas bizi vacib olan şey xayanın ölçülərini və həcmini qorumaqdır. Əgər xayanın ölçüsü, boyu, həcmi normadadırsa, bu uşağı əməliyyat etməyə gərək yoxdur. Bundan başqa, varikosellərdə mütləq şəkildə, xüsusilə sağ tərəfdə olarsa, qarın boşluğunu, retroperitoneum dediyimiz böyrək ətrafı hissələri bir ultrasəs müayinəsindən keçirmək lazımdır. Çünki uşaqlarda bəzən qarnın arxa hissəsinin, yəni retroperitoneum şişlərinin, qarın boşluğu şişlərinin venaya sıxması nəticəsində də varikosel ortaya çıxa bilər. Nutcracker dediyimiz bir sindrom var, nadir rast gəlinir ki, bu da damarın sıxılması ilə bağlı olan, yəni böyrək venasının aşağı boş venaya açıldığı yerdə bir sıxılma olduğu zaman durğunluq yaranır və xaya venalarında genişlənmə baş verir ki, yəni nə olursa olsun varikoseli olan oğlan uşaqlarında böyrəkləri və böyrək venalarını mütləq şəkildə bir ultrasəs müayinəsindən keçirmək lazımdır. Və sonda qeyd etmək istəyirəm ki, YouTube kanalımıza abunə olun, abunə olmanızı xahiş edirəm. Çünki siz abunə olduğunuz zaman bizdə yeni videolar əlavə olunduğu zaman sizə xüsusi bildirim gəlir və bunun vasitəsilə videolarımızı izləyirsiniz və təqib edirsiniz. Diqqətinizə görə təşəkkür edirəm.